Salam hörmətli MİQ və sertifikasiya hazırlaşan müəllimlər. Sizlərə dəstək məqsədi ilə belə bir sual izahını sizə təqdim edəcəyik. Öncə qeyd edək ki, sürət qruplarımızla bu həftədən etibarən iqtisadi coğrafiyaya başlayırıq. İqtisadi coğrafiyadan çətinliyiniz varsa, imtahana kimi bizlə bunu aradan qaldıra bilərsiniz. Həmçinin həftədə 2 dəfə dərs, 1 dəfə dərsliklərin təhlili və İmtahana az bir müddət qalmış hər gün sertifikasiya səviyyəli və MİQ səviyyəli sınavlar işləyəcək. Bu dərslərdən yararlanmaq üçün aşağıdakı nömrə ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Keçək sualımızın təhlilinə. Uyğunluğu müəyyən etməyimizi istəyir. Uyğunluq deyir, ona fikir verək. Respublikamızda orta ellik temperatürün 0 dərəcə olduğu bütün ərazilərdə daimi qar və buzlaq xəttinin rastgəndir. Bu fikir yanlışdır. Yanlışa yanlış verib deyə uyğun hesab edilir. Daimi qar və buzlaq xəttinin yaranması üçün ən isti ayın orta temperaturu 0 və 0-dan aşağı olmalıdır. Orta illik temperatur yox. Lənkəran və Qanxəyrçay düzənliklərində buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq azdır. Bəli, bura rütubətli ərazidir, həmçində mülayim isti iqlimdir. Burada buxarlanma da getdiyinə görə azdır. Doğru fikirdir, yanlış verilib deyə səhvdir. Zəngəzur və Murovdağ silsilələrinin ətəyindən orta dağlığa doğru günəş radiasiyasının miqdarı azalır. Biz bilirik ki, Zəngəzurda Araz boyu düzənliklərdən Qapıcıq zirvəsinə qədər durmadan artır. Deməli, bu Zəngəzur görə yanlışdır. Amma Murovdağ üçün doğru ifadədir. Hava kütlələri, ərazinin relyefi və Xəzər dənizçisi Respublikamızın ərazisində yağıntıların paylanmasına təsir edən əsas amillərdir. Doğru fikirdir, doğru qeyd edilir. Xocalı və Göyçay şəhərlərində yağıntıların illik miqdarı 400-600 arasındadır. Doğrudur, yanlış verilib. Tropik hava kütlələri Respublikamızın ərazisində qışda daxil ola bilməz fikri yanlışdır. Yanlışa yanlış verib deyə doğrudur. Ona görə ki, tropik hava kütlələri Respublikamızda yayda hakim olur, aydın məsələdir. Amma qışda da bəzən daxil ola bilirlər. Nadir hallarda daxil olur, amma daxil ola bilir. 1, 4, 6. C bəndi doğru bənddir.